Allahdan qorxursunuz? Allahdan qorxmuram, vicdanımdan qorxuram. Ümumiyyətlə, dinə bağlı insansınız, Dindən qorxuram. Mənə böyük imkan verirlər. Mənə böyük imkan verirlər. Bütün məscidləri sökərəm, deyərəm, yerində məktəb tikilsin. Hətta, bəli. Niyə? Mən ən böyük... Dinə mi inanmırsınız, dindarlara mı inanmırsınız? Dindarlara inanmıram. Mənə ən böyük zərbələr dindarlar. Neyiniblər ki siz? Aldadırlar. Siz haram, dindarlar hara? Yəni, harada İş çəkişir? birliyi. Siz təsəvvür eləyin ki, bir şirkət var idi, onların müqaviləsini gətirib verirəm. O həmən o şəhid ailəsi deyilsən anlanıb. Həmən onun müqaviləsinin başında yazır ki, müqaviləni yazıram Allahın adı ilə. Bismillahirrahmanirrahim. Ya Allah, kömək ol. İndi onu gətirib İspəndiyar, o müqaviləsini gətirib sizə kopyasını verə bilərəm. Səni alladan adamın kim də alladı? Prokuror da alladı, hüquqşünas da alladı. O Bismillahirrahmanirrahim. Bəli. Bəs o adamlar da gəlir mənim üstümə. Deyirəm, siz biz dini dövlət deyilik. Siz onu Bismillahirrahmanirrahim, Allah kömək ol deyəndə, bəs bilmirdiniz bu qanunsuzdur, düz deyil. Bəs sən hüquqşünassan, sən müstəntiqsən, sən yuristsən. Amma Azərbaycanda son illər dindarlıq çox geniş yayılıb, bilirsiniz yəqin ki. Yəni, oruç tutanların sayı artır, həccə gedənləri... Ən böyük təhlükədir. Təhlükə?